Aparılan danışıqlar nəticəsində Azərbaycan və Rusiya arasında kompensasiya məsələsi üzrə razılığın əldə edilməsi iki ölkə arasında mövcud dialoq mexanizmlərinin işləkliyini nümayiş etdirdi. Bu proses göstərdi ki, mürəkkəb və siyasi baxımdan həssas hadisələr belə qarşılıqlı əlaqə və diplomatik kanallar vasitəsilə konkret nəticəyə gətirilə bilər. Cənab Prezident dəfələrlə bəyan etmişdi ki, bu məsələdə biz prinsipialımızı qoruyub saxlayırıq və Rusiya ilə normallaşma üçün Azərbaycan tərəfinin əsas şərti azala məxsus təyyarənin vurulması ilə əlaqədar üzr istənilməsi və müvafiq kompensasiyanın ödənilməsi idi və belə olan halda təbii ki, biz məsələlərdə, biz münasibətlərdə, əlaqələrdə normallaşmaya gedə bilərdik. Bu, Azərbaycan dövlətinin legitim və ədalətli bir tələbi idi. Yəni, biz bunu dəfələrlə vurğulamışdıq. Biz bunu uğurumuz kimi qiymətləndiririk. Ona görə ki, ölkələrimizin ərazisi, əhalimizin sayı fərqinə baxmayaraq Azərbaycan özünə hörmət etdirməyi bacaran ölkədir. Hadisədən sonra ikitərəfli münasibətlər təbii ki, yaxşılaşmaya doğru gedəcək, mövcud gərginlik azalacaq və normallaşma Rusiya ilə daha da sürətlənəcək. Prinsipial məsələlərdə Prezident İlham Əliyev biz bir daha şahidi olduq ki, heç zaman geri çəkilmir və öz mövqeyində qalır. Vətən müharibəsində də gördük ki, Prezident İlham Əliyev belə böyük beynəlxalq təzyiqə də tab gətirdi və biz öz maraqlarımızı, öz milli maraqlarımızı sonuna dək qoruduq, müdafiə etdik.